Salam, hər vaxtınız xeyirli olsun, əziz auditoriya dinləyiciləri. Mən Əhmədova Təranə Sayət qızı, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Maliyyə və Mühasibat Kafedrasının müəllimiyəm. Bugün mən sizə bank işi fənnindən bir mövzunu təqdim edəcəm. Mövzunun adı Azərbaycan Respublikasının Mərkəzi Bankıdır. Mövzunun planı verilmişdir və plana uyğun olaraq slaydlar ekranda təqdim olunmuşdur və sonda mövzunun hazırlanması üçün ədəbiyyat siyahısı təqdim olunmuşdur. Mərkəzi bank haqqında danışmazdan əvvəl mən bank haqqında bir qədər məlumatları nəzərinizə çatdırmaq istəyirəm. Bank nədir? Sualının cavabı olaraq mən bildirirəm ki, bank fiziki və hüquqi şəxslərdən depozitlərin cəlb edilməsi və bundan sonra kreditlərin verilməsi, hesabların açılması, hesablaşmaların aparılması və s. kimi pul münasibətlərini həyata keçirən hüquqi şəxsdir. Müasir dövrdə, yəni bugün Azərbaycanda 2 pilləli bank sistemi mövcuddur. Birinci pillədə mərkəzi bank durur. Yəni istənilən ölkənin pul kredit sisteminin əsasını mərkəzi banklar təşkil edirlər. Azərbaycan Respublikasının Mərkəzi Bankı 1992-ci ildə Azərbaycan Milli Bankı altında fəaliyyət göstərmişdir. 2009-cu il 18 mart tarixindən isə ümumxalq referendumunda Azərbaycan Respublikasının Mərkəzi Bankı kimi adlandırılmağa başlamışdır. Mən qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı kredit sisteminin mərkəzi olub, yalnız pul kredit sisteminin tənzimləməsi ilə məşğuldur. O banklar arasında, yəni mərkəzi banklar arasında əsas yer tutur. Bəzi ədəbiyyatlarda banklar atası, bəzilərində isə banklar bankı kimi mərkəzi bank adlandırılır. Mərkəzi bank banklar üçün koordinasiya rolunu oynayır və onların işini yalnız iqtisadi tənzimləmə metodları ilə nizamlayır. Mərkəzi bank həm də ölkənin bank sistemi üzərində nəzarəti həyata keçirir. Mən nəzərinizə çatdırım ki, Mərkəzi Bank ölkənin bank sistemi üzərində nəzarəti həyata keçirir. Yəni, yalnız Mərkəzi Bank hökumətə xidmət edir. Buna görə də dövlətin bankı hesab edilir. Dövlət büdcəsinin emissiya kassa fəaliyyətinin həyata keçirilməsində əsas rolu oynayır. Qanunvericilik əsasında fəaliyyət göstərən Mərkəzi Bank ayrı-ayrılıqda kommersiya banklarına, eyni zamanda BOKT-lara, digər maliyyə institutlarına, yəni bütövlükdə bank sisteminə təsir edə bilir. Bank sistemi fəaliyyətinin sabitləşməsini həyata keçirərək mərkəzi banklar kommersiya banklarında öz ehtiyatlarını artırmağa, kreditlərin verilməsini tələb etməyə, mərkəzləşdirilmiş kredit ehtiyatlarından istifadəyə görə, yəni faiz dərəcələrinin dəyişməyə, faiz dərəcələrinin belə deyək, dəyişməyə və təyin etməyə hüququ olan yeganə bankdır. Yəni ölkədə mərkəzi bank, əsas bankımız
deməli, kommersiya banklarında kreditlər üzrə uçot dərəcəsinin, faiz dərəcəsinin həcmini gündəlik olaraq, yəni elan edir. Bu hüquq müstəsna olaraq Mərkəzi Banka aiddir. Mərkəzi Bank ilk növbədə dövlətlə iqtisadiyyat arasında vasitəçi rolunu oynayır və ölkənin maliyyə agenti kimi çıxış edir. O, dövlət orqanıdır. Azərbaycan Respublikasının dövlət gerbi təsvir edilmiş möhürü vardır. Pul nişanlarının tədavülə buraxılması, tədavüldən çıxarılması, yəni pul emissiyasını birbaşa Mərkəzi Bank özü həyata keçirir. O dövlətin müstəsna mülkiyyətindədir. Nəzərinizə çatdırım ki, Mərkəzi Bank öz fəaliyyəti barədə yalnız Azərbaycan prezidentinə, Respublikasının prezidentinə hesabat verir. Qanunla Mərkəzi Bank fəaliyyətinin şəffaflığını təmin edən əsaslardan biri də idarə etmə sisteminin, yəni standartlarının tətbiq edilməsidir. Mərkəzi Bank müstəqil balansa, nizamnamə kapitalına və digər əmlaka malikdir. Qanunda istisna olunan hallardan başqa, onun razılığı olmadan kapitalın və digər əmlakının özgəninkiləşdirilməsinə yol verilmir. Mərkəzi Bankın müasir dövrdə bugün nizamnamə kapitalı 500 milyon manatdır. Və nəzərinizə çatdırım ki, ölkənin, dövlətin Mərkəzi Bankı müflis elan oluna bilməz. Mərkəzi Bank haqqında danışarkən qeyd etmək lazımdır ki, Mərkəzi Bankın idarə etmə strukturun, yəni idarə heyətinin sədri Azərbaycan Respublikasının konstitusiyasına əsasən, deməli, Respublika prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin edilir. Mərkəzi Bankın kapitalından danışarkən qeyd etmək istəyirəm ki, hal-hazırda kapital baxımından Azərbaycan Respublikasında Dövlət Bankı aşağıdakı hissələrə bölünür. Sırf Dövlət Bankı, Mərkəzi Bank, yəni belə banklarda kapital bütövlükdə dövlətə aid olur. Bundan sonra səhmdar banklar federal ehtiyat sisteminə aiddir və növbəti hissə qarışıq banklardır. Onların bir hissəsi dövlətə, bir hissəsi isə digər hüquqi şəxslərə aid səhmdar cəmiyyətlərdir. Bu belə banklar hal-hazırda Azərbaycanda da fəaliyyət göstərir. Beynəlxalq Bankı misal göstərə bilərik. Və inkişaf etmiş ölkələrdə əksəriyyətində Yaponiyada, Belçikada, yəni qarışıq deməli banklar fəaliyyət göstərirlər. Mərkəzi Bankın fəaliyyətindən danışarkən mən qeyd etmək istəyirəm ki, Mərkəzi Bank hüquqi cəhətdən sərbəstdir. Yəni bu onun sərbəstliyi fəaliyyətinin effektivliyinin əsas şərti kimi qiymətləndirilir. Bir daha izah etmək istəyirəm ki, uzun müddətli planda Mərkəzi Bankın siyasəti dövlətin makro iqtisadi kursu ilə müəyyənləşir. Biz bunu birinci növbədə Mərkəzi Bankın kapitalında dövlətin iştirakının deməli görürük. Daha sonra bankın rəhbərlərinin təyinatı qaydası, Mərkəzi Bankın məqsəd və vəzifələrinin əks olunması səviyyəsi, pul kredit siyasətinə dövlətin müdaxilə hüququ, daha sonra dövlətin xərclərinin Mərkəzi Bank tərəfindən birbaşa deməli maliyyələşməsi imkanlarının tənzimləməsi qaydalarını deməli qeyd edə bilərik.
birinci sualımızı yekunlaşdıraraq mən Mərkəzi Bankın haqqında daha vacib olan xarakterik cəhətləri qeyd edib ikinci suala, Mərkəzi Bankın funksiyalarına keçid almaq istəyirəm. Mərkəzi Bank ölkənin emisiya mərkəzidir. O, deməli, banknotlar çap etmək üçün inhisarçı hüquqa malikdir. Banklar bankıdır. O əməliyyatları ölkənin digər bankları ilə aparır. Həmin banklara, yəni kommersiya bankları nəzərdə tutulur bir mənalı olaraq. Həmin banklara kreditlər verir. Onların qanunlarla müəyyən edilmiş həcmdə kassa ehtiyatlarını qoruyub saxlayır. Bankların fəaliyyətinə nəzarəti həyata keçirir. Milli kredit sistemində peşəkarlığı, standartlaşmanı, lazımi səviyyəsini qoruyub saxlayır və eyni zamanda kommersiya banklarına lisenziya verir və nizamnamə kapitalının həcmi də Mərkəzi Bank tərəfindən təyin olunur və qeyd edim ki, hal-hazırda hər bir kommersiya bankının nizamnamə kapitalı 50 milyon manat həcmində təyin edilmişdir və bir daha qeyd edirəm ki, bu Mərkəzi Bank tərəfindən təyin olunur. Daha sonra deyə bilərik ki, Mərkəzi Bank hesablaşma mərkəzidir. Digər banklar arasında aparılan tələblərin, öhdəliklərin əvəzləşdirilməsi əsasında nağdsız hesablaşmaların yerinə yetirilməsində vasitəçi rolunu oynayır. Yəni, sonda demək istəyirəm ki, Mərkəzi Bankın nəzarəti olmadan ona tabe olan banklarda, kommersiya banklarında, boktlarda və digər kredit evlərində, kredit institutlarında heç bir əməliyyat həyata keçirilə bilməz. İkinci sualımız Mərkəzi Bankın deməli funksiyalarıdır. Mərkəzi Bankın funksiyalarından danışarkən qeyd etmək istəyirəm ki, Mərkəzi Bank hansı ölkədə fəaliyyət göstərməsindən asılı olmayaraq, xarakterik olan, yəni bütün mərkəzi banklar üçün, dövlət bankları üçün xarakterik olan deməli funksiya vəzifələri həyata keçirirlər. Və bu funksiyalar ölkənin bank qanunvericiliyi ilə tənzimlənir. Mərkəzi Bank 4 əsas funksiyanı həyata keçirir. O, banklar bankı hesab olunur, dövlətin bankiri hesab olunur, banknotların inhisarçı emissiyasını yerinə yetirir, pul kredit tənzimləməsini həyata keçirir və milli valyutanın deməli sabitliyini təmin edir. Birinci bənddə qeyd etdik ki, banklar bankıdır Mərkəzi Bank. Onun əsas müştəriləri kommersiya banklarıdır. Yəni, kommersiya banklarına rəhbərlik edən bankdır. Əksər dövlətlərdə kommersiya bankları özlərinin kassa ehtiyatlarının bir hissəsini Mərkəzi Bankda saxlamağa məcburdular. Bu ehtiyatlar məcburi xarakter daşıyır. Bir sıra ölkələrdə mərkəzi banklar kommersiya banklarının və qeyri-bank kredit təşkilatlarının fəaliyyətinə inhisarçı formada yaxud ölkənin Maliyyə Nazirliyi və digər orqanlarla birlikdə nəzarət edir. İkinci bənddə dedik ki, dövlətin bankiridir. Dövlətin bankiri kimi Mərkəzi Bank həm kassir, həm də direktor kimi çıxış edir. Mərkəzi Bankda dövlətin hesabı açılır. Əksər ölkələrdə Mərkəzi Bank dövlət büdcəsinin kassa icrasını yerinə yetirir. Üçüncü bənddə dedik ki, banknotların inhisarçı emissiyası, yəni borc öhdəliklərinin ödənilməsinin vasitəsi olan kredit pulların emissiyasının inhisarçı qanuna uyğun olaraq bir nümayəndə kimi, yəni Mərkəzi Banka həvalə edilmişdir. Pul kredit tənzimləməsi və dördüncü bənd pul kredit tənzimləməsidir və milli valyutanın sabitliyinin təmin edilməsidir. Bir slaydda bunu deməli
görürük. Bu kredit tənzimləməsi üzrə milli valyutanın sabitliyi təmin edilir. Yəni bu ölkədə Mərkəzi Bankın əsas funksiyası hesab olunur. Pulun dəyərinin idarə edilməsi, valyuta sabitliyi, müəyyən qədər pul kütləsinin idarə edilməsi həyata keçirilir. Pul kütləsinin idarə olunması üçün, yəni valyuta siyasətinin həyata keçirilməsi Mərkəzi Bankın əsas alətlərindən biridir. Təqdim olunmuş slaydda Mərkəzi Bankın funksiyaları öz əksini tapmışdır. Yəni, bir daha nəzərinizə çatdırıram ki, ilk funksiya kimi dövlətin pul və valyuta siyasətinin müəyyən edilməsi, nağd pul dövriyyəsinin təşkil edilməsi, pul nişanlarının tədavülə buraxılması və eyni zamanda tədavüldən çıxarılmasını həyata keçirir. Manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir. Deməli, tədqiqə balansını tərtib edir, ölkənin proqnoz və tədqiqə balansının hazırlanmasında iştirak edir. Bəli, sərəncamında olan beynəlxalq qızıl valyuta ehtiyatlarını saxlayır, idarə edir, normativ xarakterlərə uyğun olaraq, aktlara daha doğrusu uyğun olaraq bank fəaliyyətini lisenziyalaşdırır, tənzimləyir və qanunla müəyyən edilmiş qaydada onların üzərində nəzarəti həyata keçirir. Və beləliklə, belə məlumatlandırdığım kimi, Mərkəzi Bank iqtisadiyyatın inkişafının əsasını təşkil edən milli valyutanın sabitliyini təmin edir, onun deməli alıcılıq qabiliyyətini tənzimləyir, pul dövriyyəsini tənzimləyir daha doğrusu, dövriyyədəki pulların banklara cəlb edilməsini təşkil edir, o cümlədən Azərbaycan Respublikası ərazisində nağd pul emissiyasını həyata keçirən deməli yeganə təşkilatdır. Slaydda Mərkəzi Bankın aktivləri, sonra gəlir gətirən aktiv əməliyyatları verilmişdir. Nəzərinizə çatdırım ki, mərkəzi banklar öz funksiyalarını aktiv və pasiv bank əməliyyatları vasitəsilə həyata keçirirlər. Və pasiv əməliyyatlar mərkəzi bankların resurslarını formalaşdıran əməliyyatlardır. Yəni, Mərkəzi Bankın əsas pasiv əməliyyatları aşağıdakılardır. Banknot emissiyası, daha sonra kommersiya banklarının vəsaitlərinin xəzinədarlığa qəbul olunması, xüsusi kapitalın yaranması üçün aparılan əməliyyatlar. Bankın aktiv əməliyyatları dedikdə isə, belə başa düşmək olar ki, Mərkəzi Bank öz resurslarını deməli yerləşdirilməsi kimi qiymətləndirilir. Əsas Mərkəzi Bankın əsas aktiv əməliyyatlarına sadaladığım deməli əməliyyatlar aiddir. İlk növbədə uçot suda əməliyyatlarını qeyd edə bilərik. Daha sonra dövlət qiymətli kağızları ilə aparılan əməliyyatları deməli qeyd edə bilərik. Qızıl və xarici valyuta ilə aparılan deməli əməliyyatları biz qiymətləndirə bilərik.